Nümunə ilə bağlı yanlış fikri müəyyən edin. Demirəm, sən uca bir dağsan, əyil. Demirəm, qalıbdı əlacım sənə. Nə səndə məhəbbət qara pul deyil, nə mən dilənçiyəm, əlaçım sənə. Köməkçinin tik hissəsi mürəkkəb cümlənin tərkib hissələrini birləşdirmişdir. Doğrudur. Nə səndə məhəbbət qara pul deyil. Burada nə iki dənə nədən istifadə olunub? İnkarlıq bağlayıcısıdır və tabesiz mürəkkəb cümləni tərəflərin bağlayıb. Feillər müxtəlif zamanlarda və müxtəlif şəkillərdədir. Demirəm, indiki zamandadır. Yenə də demirəm var. Qalıbdır, keçmiş zamandadır. Müxtəlif zaman doğrudur. Müxtəlif şəkillər üçün baxaq. Əyil, məsəl üçün, əmr şəklindədir. Deməli, bu da doğru fikirdir. Başqa kontekstdə əvəzlər ismin bütün xüsusiyyətlərini qəbul edə bilmir. Nümunədə işlənmiş əvəzliklərimizə nəzər salırıq. Sən, sənə, səndə, mən, sənə. Şəxs əvəzləridir. Şəxs əvəzləri də ismin bütün xüsusiyyətlərini qəbul edə bilmir. Doğru fikirdir. Çünki mənsubiyyətə görə dəyişə bilmirlər. Mənsubiyyə şəkilçisi qəbul etmirlər. Əvəzlər ismin müxtəlif hallarında işlənib. Bəli, göründüyü kimi adlıq al, yönlü al, yerli haldan istifadə olunub. Amonimliyi olan sifət və sual əvəzliyi eyni misrada işlənmişdir. Ümumiyyətlə, nümunədə sual əvəzlikdən istifadə olunmuyub. Dediyim kimi, nə inkarlıq bağlayıcısıdır. Amonimliyi olan sifətimiz var, amma qara sözü amonimdir. Ona görə də bu fikir yanlış olacaq.